Burada belə bir maraqlı sual var, 23-cü sual. Gəlin 23-cü suala baxaq. Ədədlər böyük ədədlərdə. Bu da artılıqlar kimi baxacağım. 37-dən 47 alınıb, 47-dən 58, 58-dən 75. Necə alına bilər? Əslində çox sadədir. Neyinib? Deməli 37-nin üstünə 10 gəlibdir. Bu onu hardan alıb? 3 ilə 7-nin toplamı. 47-dən də baxın, 4 ilə 7-nin toplamını gəlib. Bu dəfə belə yazacağım. 4 ilə 7-nin toplamı, yəni 11 gəlib, 58 alıb. 58-dən də 5 ilə 8-in toplamı nə eləyir? 13. 58-in üstünə 13 gəlir, 71. Və yoxlayıram ki, burada da 16-nın üstünə 7 gəldi, 23, 23 üstünə 5 gəldi, 28, 28 üstünə 10 gəldi, 38. Üçüncü də yoxlayıram. 6, 12 və 6 gəlibdir. Deməli, düz tapmışıq. Keçirim cavab hissəsinə. Cavab hissəsinə də baxın. Deməli, 4 ilə 2. 4 ilə 2-ni toplayıram, nə eləyir? 6. 48 üstünə 6 gəlirəm. 42 eləyir. Çox üzr istəyirəm. 42-nin üstünə 4 ilə 2-nin toplamını gəlirim. Yəni 6-nı gəlirim. 48. 48-in üstünə 4 ilə 8-in cəmini gəlirim. Yəni 12-ni gəlirim. Eləyir 60. 60 üstünə də gəlirim 6 ilə 0-ın toplamı. Yəni 6-nı. Nə eləyir? 66. Bu da olur bizim burada aşağıda qeyd olunub. Bu da eləyir bizim Y variantımız.